Xitay təcavüzçülərinin məxfi hücrəti aşkarlandı. Xitay Kompartiyası Mərkəzi Komiteti və Dövlət İşləri Kabinetinin bu yıl 4-cü ayda məxfi hücrət düşürüb, hər qaysı ölkə, avtonom rayon və bevasitə qaraşlıq şəhərlərdəki hər dərəcəlik siyasi, məmuri və hərbi orqanlarının İslam dinini qattiq çəklişini tələb qılğanlığı aşkarlandı. Xitay Kompartiyası Mərkəzi Komiteti işxanası tarqatqan 2018 yılı 24 numurluq məxfi hücrətinin bir qismi 22 iyun Dünya Uyğur Qurultayı tərəfindən elan qılındı. Dünya Uyğur Qurultayının məzkur hücrətə qandaq erişkənligi məlum emas, amma hücrətdə hər dərəcəlik orqanlarının qeyri cungolaşış xahişini tosub, məscidlərinin quruluş şəkli, kiyim-keçək, dini murasim, dini təbliğ, Ərəb dilini işletiş qatarlıq cəhətlərdə meydana gələn səudiləşiş və ərəbləşishni qat'iy çəkləş tələb qılınğan. Hüccət yana əlaqədar dairələrinin İslam dini sorularının quruluşunu qattiq nazaret qılıb, bu organlarının Xitayca quruluş alaylıqlarını gavdələndiriş, mədəniyyət yadigarlıqlarını qoğdaş, organlarının Xitayca quruluş alaylıqlarına ega məscidlərini qattiq qoğdaş tələb qılınğan. Xitay Kompartiyası Mərkəzi Komitetining məzkur hüccəti Xitay təcavüzçülərinin Şərq Türkistandakı məscidlərinin qubba və munarlarını çəkib taşlayotgan, hac qılğan, namoz o'qiydigan yoki ro'za tutgan musulmonlarni yig'ilish lageriga solab qattiq jazolayotgan bir mezgilda oshkorlandi. Dünya Uyğur Qurultayının bayonotchisi Dilshod Rashid 22 iyun Tayvan Mərkəzi Axborot Agentligiga bergan bayonotida Xitay təcavüzçülərinin məscidlərini təqib qılıyotganligini, radikal vasitələrini qo'llanib, diniy kitob, diniy buyumlarını musodir qılıyotganligini, nikoh və dəfn murosimlariga aralashayotganligini, shundaqla Uyg'urlarni hech qanday qonun rasmiyatsiz keng ko'lamda yig'ilish lageriga solayotganligini qattiq tanqid qilgan. Biz egallagan uçurlarda ma'lum bo'lishicha, Sharq Turkistonda 35 mingdan ortiq masjid chaqib tashlangan. Diniy ta'lim olgan imom muazzillarning asos jihatini tutun qilganligi hamda turmaning ichida Muhammad Salih Damallam, Abdulhamid Damallam, Abdulahad Damallamlarning shahid qilingan edi. Xitoy tajovuzlarining Sharq Turkistonda elib berayotgan siyosiy harakatiga aloqador maxfiy hujjatlarining oshkora bo'lishi Xitoy tajovuzlarining abdi bashirisini dunyoga oshkorlashda dalil isbot bilan ta'minlaydi.